Stephen King. Cəhənnəm pişiyi. Səsləndirir Orxan Adıgözəl. Helston elə gəldi ki, təkərli kresloda oturan qoca xəstədir. Nədənsə möhkəm qorxub və ümumiyyətlə ölməyə hazırlaşır. O belə şeyləri əvvəllər də müşahidə etmişdi. Helston peşəkarlar arasında tənha, heç kimdən asılı olmayan döyüşçü, adi quldurlarla dil tapmağı bacaran adam kimi tanınmışdı. Özünün bu yöndəki fəaliyyəti dövründə o 18 kişi və 6 qadın məhv etmişdi. Ona görə də ölümün nə olduğunu bilirdi. Ev əslində böyük malikanə, soyuq və sakit idi. Sakitliyi buxarda yanan odunun çatıltısı və bayırda əsən noyabr küləyinin səsi pozurdu. Mən istəyirəm ki, siz öz zərbənizi endirəsiniz. Qocanın səsi neyləsə xıncımlanan köhnə kağız xışıltısını xatırladırdı. Mən belə başa düşürəm ki, siz məhz bununla məşğulsunuz. Siz kiminlə danışmısınız? Helston maraqlandı. 32 yaşı vardı. Qüsursuz xarici görünüşə malik idi. Ancaq onun hərəkətləri adamı valeh edən zəifliyi ilə seçilirdi. Elə bir insan simasında köpək balığı idi. Mən Sol Logia adlı adamla danışdım. O dedi ki, siz onu tanıyırsınız. Helston başı ilə təsdiq etdi. Əgər Sol onu bu adama məsləhət bilibsə, deməli hər şey qaydasındadır. Əgər otaqda doğrudan da böcəklər quraşdırılıbsa, onda Droqanın dedikləri onun özü üçün çox ciddi xoşa gəlməzlik yaradar. Mən kimə zərbə endirməliyəm? Droqan kreslonun yanına bərkidilmiş düymələrdən hansınasa bastı. Kreslo butulkaya düşmüş milçək vızıltısına bənzər səs çıxararaq irəliyə doğru hərəkət etdi. Yaxınlaşan Droqandan iyrənc qocalıq, sidik və ucuz araq iyi gəlirdi. Helstonda nifrət hissi yaransa da, bunu üzə vurmadı. Üzünün ifadəsi əvvəlki tək sakit idi. Qurbanınız düz sizin arxa tərəfinizdədir. Droqan həlim səslə dedi. Helston həmin andaca geri çevrildi. Reaksiyanın sürətindən bəzən onun həyatının asılı olduğunu bildiyindən bunu təkcə beyni deyil, həm də bütün bədəni daim hazır vəziyyətdə idi. O cəld divandan düşdü. Bir dizi üstə oturdu. Çevrildi. Eyni zamanda da əlini xüsusi sifarişlə tikdirdiyi idmançı plaşının altına saldı. Qoltuğunun altındakı qoburda 45 mm-lik xüsusi tapanca asılıb. Bir saniyə sonra silah artıq onun əlindədir. O, pişiyi nişan alıb. Bir anlıq pişiklə Helston nəzərlərini yayındırmadan bir-birinin üzünə baxdılar. Bu zəngin təxəyyülü ilə seçilməyən və xurafata inanmayan Helston üçün gözlənilməz dərəcədə qəribə idi. Hələ bir dizi üstə çökərək nişan alanda ona elə gəldi ki, pişiyi tanıyır. Ancaq doğrudan da belə olsaydı, o çox güman bu cür xarakterik xarici görünüşü olan varlığı yadında saxlayardı. Pişiyin üzü elə bil iki yerə bölünmüşdü. Tən yarısı ağ, o biri yarısı isə qapqaraydı. Ara xətt rolunu oynayan sim kimi düz xətt pişiyin hamar kəlləsindən burnuna qədər gəlir, oradan ağzına düşür. Çox böyük zövqlə bəzənmiş bu qonaq otağının alatoranlığında pişiyin gözləri çox iri görünürdü. Özündə buxarda yanan ocağın işığını əks etdirən ləkələri isə nifrətlə yanmaqda olan kömür kimi parıldayırdı. Bu ağır və qəribə fikir əks səda kimi Helston'a qayıtdı. Biz, sən və mən bir-birimizi tanıyırıq. Sonra bu ötüb keçdi. O tapançanı yığışdırıb ayağa qalxdı. Sizi buna görə öldürməliydim. O Droqana dedi. Mən zarafatı sevmirəm. Mən heç zarafat da etmirəm. Droqan cavab verdi. Əyləşin. Bax, bura diqqət yetirin. O dizini örtən şalın altındakı qalın kağız bağlamanı götürüb Helston'a uzatdı. Helston itaətkarlıqla oturdu. Divan arxalığında özü üçün yer seçməkdə olan pişik bunu görüb elastik hərəkətlə onun dizləri üstündə tullandı. O bir neçə saniyə ətrafı iki qat qəribə qızılı yaşıl tüklərlə haşiyələnmiş iri qara gözləri ilə Helston'a baxdı. Sonra yumaq kimi büzüşərək xuruldamağa başladı. Helston sual dolu nəzərlərini Droqanın üzünə dikdi. O əvvəlcə özünü çox mehriban aparır. Qoca dilləndi. Ümumiyyətlə isə pişik mənim evimdə artıq 3 nəfəri o dünyalıq eləyib. Bircə mən qalmışam. Mən xəstəyəm.
qocalmışam. Mən sən mənim üçün ayrılmış vaxtdan tez ölmək istəmirəm. Buna inana bilmərəm. Helston mızıldandı. Siz məni pişiyi öldürmək üçün kirayələmisiniz? Zəhmət olmasa konvertə nəzər salın. Helston konverti açdı. Konvert 100 və 50 dollarlıq əskinazlarla dolu idi. Əskinazların hamısı köhnə idi. Helston pulları saymağa başladı. 3000-ə çatıb dayandı. Burada nə qədər pul var? 6000 dollar. Qalan 6000-i isə pişiyi aradan götürdüyünüz sübut edən əşya-i dəlili təqdim edəcəyiniz zaman alacaqsınız. Mister Lojiya demişdi ki, sizin məzənnəniz bu qədərdir. Helston sakitcə başı ilə təsdiqlədi. Eyni zamanda dizləri üstündə əvvəlki tək uzanaraq xoruldayan, yuxuya qərq olmuş pişiyə mexaniki olaraq sığal çəkməkdə davam etdi. Helston pişikləri sevirdi. Ona qalsa pişiklər heyvanlar arasında onda simpatiya oyadan yeganə canlılar idi. Onlar həmişə tək gəzir, başqalarını narahat etmirlər. Allah əgər o ümumiyyətlə varsa, onlardan ideal ölüm aləti düzəldir və ümumiyyətlə onlar daim başlı başına olublar. Eynən Helston kimi. Mən heç bir izahat verməyə də bilərdim. Ancaq buna baxmayaraq deyim, Droqan dedi. Xəbərdar etmək silahlandırmaq deməkdir. Deyəsən belə deyirlər. Mənsə heç istəməzdim ki, siz bu işə belə asan baxasınız. Bundan başqa eşitdiklərinizi demək və necə deyərlər, özümə haqq qazandırmaq üçün əlimdə əsasım var. Sizin gözünüzdə axmaq kimi görünmək istəməzdim. Helston yenidən başını yerlədi. Öz-özünə qərara gəldi ki, bu qeyri-adi zərbəni endirəcək. Bunun üçün heç bir əlavə izahətə ehtiyac yox idi. Amma bir halda ki, Droqan danışmaq fikrindədir. Onda o qulaq asar. Gəlin bundan başlayaq. Sizin mənim kim olduğumu yaşamaq üçün vəsaiti hardan aldığımı bilirsinizmi? Droqanın farmasevtik müəssisələri var. Farmasevtik müəssisələri soruşdu. Bəli, Amerikanın ən iri farmasevtik şirkətlərindən biri. Bax, bu isə bizim uğurumuzun rəhinidir. O xalatının cibindən üstündə etiketi olmayan xırda bir qovuqcuq çıxardı və onu Helston'a uzatdı. Quş normal fenobabin J qrupundandır. Droqan dedi. Yalnız sağalmaz dərdə mübtəla olanlar üçün nəzərdə tutulub. Çünki çox qısa zamanda orqanizmi dərmandan asılı vəziyyətə salır. Bu, eyni zamanda həm ağrı kəsicidir, həm trankvilizator, həm də halüsinogen. Sağalmasına ümid olmayan adamlara öz vəziyyətlərinə uyğunlaşmağa kömək edir və belə də onlar xəstəliyi daha rahat keçirirlər. Siz də bu dərmandan qəbul edirsiniz, düzdür? Helston soruşdu. Droqan bu sualı qulaq ardına vurdu. Dərman bütün dünyada geniş yayılıb. O tamamilə sintetik əsaslarla hazırlanıb. Onu əsrin 50-ci illərində bizim New Jersey-dəki laboratoriyalarda hazırlayıblar. Pişiklərin sinir sistemi unikal quruluşa malik olduğundan biz öz eksperimentlərimizi əsasən onların üzərində aparmışıq. Və beləliklə siz onlardan neçəsini o dünyaya göndərmisiniz? Droqan azacıq büzüşərək yadına salmağa çalışdı. Sualın bu cür qoyuluşu düzgün deyil və qərəzlidir. Helston çiyinlərini çəkdi. Dərmanın ilkin emalı ilə onun Federal Farmasevtik Assosiasiyası tərəfindən təsdiq olunduğunu 4 il ərzində 5000 pişik məhv edilib. Helston sakitcə içinə çəkdi. Barmaqları ilə dizləri üstündə yatan pişiyin başına, onun ağ-qara sifətinə sığal çəkdi. Pişik sakitcə, ləzzətlə xoruldayırdı. İndi belə hesab edirsiniz ki, bu pişik sizi öldürməyə gəlib. Mən özümü bir damcı da olsun günahkar hesab etmirəm. Droqan dedi. Onun qocayana səsi bayaqkından bir qədər hündür çıxırdı. Səsində əsəbilik sezilirdi. Təcrübəyə cəlb edilmiş 5000 heyvan, yüz minlərlə insan həyatı naminə həlak olubdur.
Gəlin mövzunu dəyişək, Helston dedi. Özünü təmizə çıxarmaq cəhdi onu həmişə yorurdu. Pişik bizdə 7 ay əvvəl peyda olub. Droqan davam edirdi. Onlar heç vaxt xoşuma gəlməyib. İnfeksiyanın tipik yayıcılarıdır. Daim hara gəldi qaçışırlar. Ya da ki, zibilxanalarda işlənirlər. Allah bilir oralarda nələr tapırlar. Bunu da mənim bacım evə gətirmək istədi. Hər şey ondan sonra başladı. Bacım buna görə həyatını itirdi. O açıq hiss olunan nifrətlə pişiyə baxdı. Siz dediniz ki, pişik 3 nəfəri öldürüb. Azacıq titrəyən səslə Droqan başına gələnləri danışmağa başladı. Pişik Helstonun dizi üstündə idi. Qatilin güclü, təcrübəli barmaqları onun zərif tüklərini oxşayırdı. Pişik isə yuxuda ləzzətlə xoruldayırdı. Bəzən buxardan partlayışa bənzər səs eşidilirdi. Yanan küknar qozaları partlayaraq bu səsi çıxarırdı. Onda pişik polad yay kimi gərilirdi. Bayırdan böyük daş evi, hər tərəfdən ağuşunu alan soyuq küləyin səsi eşidilirdi. Küləkdən qış qoxusu gəlirdi. Qocanın səsi isə getdikcə daha da cırıltılı çıxırdı. 7 ay bundan qabaq onlar burada 4 nəfər imişlər. Droqan ondan 2 yaş böyük olan 74 yaşlı bacısı Amanda, çoxdan emfizemadan əziyyət çəkən Droqanın köhnə rəfiqəsi Caroline Broadmoor və 20 il sərasər evdə qulluqçu işləmiş Richard Gage. 60-a yaxın yaşı olan Gage böyük Lincoln'u idarə edir, yemək hazırlayır və axşamlar 2 paylayırmış. Gündüzlər onlara daha bir qulluqçu gələrmiş. Beləliklə 4 varlı insandan və onların ailə vəssalından ibarət bu qəribə kampaniya bir yerdə 2 ilə yaxın yaşayıb. Bu qəribə qocaların yalnız bir məşğuliyyəti var imiş. Kim daha çox yaşayacaq? Sonra isə həmin pişik peyda olub. Oğrun evin həndəvərində dolaşan bu pişiyi birinci Gage gördü. Droqan sözünə davam edirdi. O əvvəlcə taxta parçaları daş atmaqla pişiyi qonmaq istədi. Hətta bir neçə dəfə atılan daşlar pişiyə dəydi də. Ancaq pişik heç yana getmədi. Əlbəttə, bu onu getməyə qoymayan xörəyin idi. Qoxusu idi. Özü isə bir dəri bir sümük idi. Belələrini ölmək üçün yol kənarına tullayırlar. Heyvanı acından ölməyə məhkum etmək nə qədər dəhşətli bir işdir, qəddarlıqdır. Bəs onların sinir sistemlərinin möhkəmliyi üzərində təcrübələr aparmaq bundan yaxşıdır? Helston soruşdu. Droqan onun iradına fikir vermədən söhbətinə davam etdi. Onun pişikləri görməyə gözü yox idi. Heç zaman da olmamışdı. Pişiyin heç yana getmək istəmədiyini görən Droqan Gecə əmr etdi ki, onun yeməyinə yüksək dozada 3 normal fenobarbin qatsın. Pişik isə bu yeməyə heç yaxın da düşməyib. Bu pişiyi görən Amanda Droqan qətiyyətlə tələb edib ki, onu evə gətirsinlər. Droqan özü var gücü ilə buna etiraz etsə də, bacısı dediyindən dönməyib. Yeri gəlmişkən o həmişə qardaşına qalib gələrmiş. Amanda hər şeyi öz bildiyi kimi etdi. Droqan dedi. Pişiyi öz əlləri ilə evə gətirdi. O isə Mr. Helston indi sizin dizinizin üstündə uzanaraq miyoldadığı kimi miyoldayırdı. Amma o bir dəfə də olsun mənə heç yaxınlaşmayıb da. Hə, yaxınlaşmayıb. Hələlik. Bacım onun qabağında bir nərbəki süd qoydu. Pişik dərhal südü içdi. Ay aman, siz bir bu yazığa baxın, o necə acıb, deyə bacım az qalırdı ağlasın. Caroline'la o, pişiyin başına fırlanırdılar. Təbii ki, onlar pişiklərə münasibətimi bildiklərindən məndən qisas almaq istəyirdilər. Xüsusilə də 3 normal üzərində işləməyə başlayandan sonra mənim onlara münasibətim necə idi? Onlar məni sadəcə cırnadırdılar və bu oyundan ləzzət alırdılar. O qaşqabaqlı halda Helston'a baxdı. Ancaq onlar elə bunun da qurbanı olurdular. Mayın ortalarında Gage həmişə olduğu kimi evin işıqlarını yandırmaq üçün altının yarısında yatağından qalxıb getdi. Onun qışqırtısına həm Droqan, həm də Caroline Broadmoor yuxudan qalxıblar. Amanda Droqan əsas pləkanların lap aşağısında qırıq-qırıq olmuş saxsı parçaların arasında yıxılıb qalıbmış. Və üstünə pişiklər üçün nəzərdə tutulmuş balaca pişik balaları yazılmış yemək qalıqları tökülübmüş.
Onun şüşəyə çevrilmiş nəzərləri tavana tikilibmiş. O çoxlu qan itiribmiş, həm də burnundan, həm də ağzından axıb o qanlar. Onun beli və bir ayağı qırılmış, boynu isə ümumiyyətlə xıncım olubmuş. Pişik onun otağında yatırdı, Droqan dedi. Və Amanda körpə uşaq kimi ona qulluq edirdi. Ay aman, gör necə acıb. Sən çox acımısan, deyilmi? Yoxsa bayra çıxıb pipi eləmək istəyirsən? Görüb götürmüş qoca Amandadan belə şeyləri eşitmək nə qədər gülünc idi. Mən belə başa düşürəm ki, pişik miyoldayaraq onu yuxudan oyatmışdı. Amanda boşqabı götürüb aşağı getməyə başlayır. Ona daim elə gəlirdi ki, Semmi pişik balalarını quru-quru yeməyi xoşlanır. Güya südlə qarışdırılmış pişik balaları onun daha çox xoşuna gəlir və o yerindən qalxıb boşqaba süd tökmək üçün aşağı düşməyə başlayır. Bu zaman pişik onun ayaqlarına sürtünmüş, Amanda isə artıq yaşlanmışdı. Ayaqları sözünə baxmırdı. Özü də ki, yarı yuxuluydu. Onlar pilləkənin qırağına çatanda pişik özünü onun ayaqları altına atır. Bir sözlə ona badalaq gəlir. Helston fikirləşdi. Doğrudan da hər şey məhz belə ola bilərdi. İlk baxışda bunun qabaqcadan planlaşdırıldığını deməyə heç bir əsas yox idi. O xəyalən qoca qadının üzü üstə necə yıxıldığını, pilələrdə necə diyirləndiyini və hətta köməyə çağırmağa, yatan evi yuxudan qaldırmağa gücü çatmayacaq qədər qorxduğu gözlərini göz önünə gətirdi. Pişik balaları yelpik kimi ətrafa səpələnir. Boşqab çilik-çilik olur və özü isə yumaq kimi aşağı diyirlənir. Tappıltı ilə döşəməyə deyir. Onun kövrək sümükləri qurd xəşli olur. Pişik onun arxasınca düşərək pilləkənlara səpələnmiş balaca pişik balalarına ləzzətlə içəri ötürür. Bəs münsütəntiq nə dedi? Helston soruşdu. Əlbəttə bədbəxt hadisə kimi qiymətləndirdi, amma mən bilirəm ki, bu belə deyil. Axı siz niyə bundan sonra pişikdən yaxanızı qurtarmadınız? Amandanın ölümündən sonra. Görünür, Caroline Broadmoor onu qorxuzub ki, əgər bunu etmiş olsa, o evi tərk edəcək. Caroline ümumiyyətlə qışqır bağırı sevən adammış. Pişiklər üçünsə ürəyə gedirmiş. Bunlar azmış kimi o çox xəstəymiş və zaman-zaman müxtəlif fantaziyalara qapılırmış. Bir dəfə necə olubsa, söhbət əsnasında o Droqana deyib ki, Amandanın ruhunun Semmiyə keçdiyinə şübhə etmir. Semmi Amandanın pişiyi olduğundan indi o özü Amanda kimi ona qulluq edəcək və sevəcək. İllər ötdükcə Helston sətiraltı ifadələri kifayət qədər yüksək səviyyədə oxumağı öyrənmişdi və indi də başa düşdü ki, Droqanla Caroline Broadmoor nə vaxtsa lap qədim zamanlardan aşiq-məşuq olublar. Buna görə də o pişikdən ötürü onu itirmək istəməyib. Caroline doğrudan da gedə bilərdi. Bu isə özünə qəsdə bərabər bir iş olardı. Droqan dedi. Axı onun heç kimi yox idi. Tamamilə tənha idi. O burada ikinci mərtəbədə daimi rütubətli hava ilə təmin olunmuş xüsusi otaqda yaşayırdı. Qadının Mr. Helston 70 yaşı var idi. 21 yaşlarında o hər gün 2 qutu, bəzən ondan da çox siqaret çəkirdi. Onun emfizeması müalicə olunmaz həddə gəlib çıxmışdı. Onun mənimlə burada qalmağını istəyirdim. Əgər pişik də onunla bərabər qalacaqdısa. Helston başı ilə onu anladığına işarə etdi və çox mənalı baxışla saatına baxdı. O iyunun sonlarında öldü. Droqan dedi. Yatdığı yerdə ölmüşdü. Həkim bu məsələyə kifayət qədər sakit yanaşdı. Sadəcə gəlib ölüm haqqında şəhadətnamə yazdı və salam. Amma o vaxt pişik onun otağında olub. Bunu mənə qeyz dedi. Axı onsuz da günlərin bir günü emfizemadan ölməli idi. Helston dedi. Hə, əlbəttə. Droqanın sifəti qəribə şəkildə əyildi. Çöhrəsində istehzalı gülüş yarandı. Həkim də məhz belə dedi. Mən ki bilirəm. Mənsə hər şeyi xatırlayıram. Anam mənə söyləyib. Pişiklər qocalır və körpə uşaqları yatdıqları yerdə öldürməyi xoşlayırlar. Onlar qurbanlarının nəfəslərini oğurlayırlar. Bu ki sadəcə əfsanədir. Belə deyil. Faktlara söykənən əfsanələrin çoxu kimi. Droqan etiraz etdi. Sobadan düşən işığın altında onun ovurdları batıq görünür,
başı isə qafa tasına bənzəyirdi. Pişiklər yumşaq şeyləri cırmaqlamağı xoşlayırlar. Yastığı, qalın xovlu xalçanı və ya adyalı. Körpələr evindəki adyalları və ya qocaların ədyallarını. Zəif adamların çiynindəki əlavə yükləri. Droqan susdu. Ancaq Helston bu səhnəni dəqiq gözləri qarşısında əyani şəkildə canlandırdı. Caroline Broadmoor öz yataq otağına uzanıb. Xəstəlikdən pis günə düşmüş, ciyərlərindən çıxan nəfəs fitlə müşayiət olunur. Nəfəs xüsusi nəmləndiricilərin və kondisionerin fonunda güclə sezilir. Qəribə ağ, qara pişik sakitcə qocanın yatağına tullanır və parıldayan tünd yaşıl gözləri ilə qocalmış, qırış-qırış olmuş üzə baxır. Sonra o oğrun-oğrun qadının arıq sinəsinə doğru yaxınlaşır və miyoltuyla onun üstünə uzanır. Nəfəs tədricən yavaşlayır, dayanır. Pişik isə üstünə uzanmış canlı yükün altında qocanın nəfəsi tamamilə dayanana kimi xoruldamağında davam edir. O heç zaman xüsusi həssaslığı ilə seçilən insanlardan olmamışdı. Ancaq mənzərə hətta onu özünü də diksindirməyə məcbur etdi. Droqan, Helston sakitcə xoruldayan pişiyin başına sığal çəkməkdə davam edirdi. Allah xətrinə deyin, siz niyə onu veterinarın yanına aparıb oradaca əbədi yuxuya vermədiniz? Bu yolla mənim dayım öz itindən canını qurtardı və bu ona cəmi $20 başa gəldi. Dəfn iyulun 1-də oldu. Droqan sanki Helston'u eşitmirdi. Mən göstəriş verdim ki, Caroline'ı bizim ailə sərdabəsində bacımla yanaşı dəfn etsinlər. O iyulun 3-də mən qeyci çağırıb sərsində pişik olan hörmə zəmbili ona verdim və əmr etdim ki, onu Milforddakı veterinara aparsın. O, baş üstə cənab, deyib səbəti götürdü və çıxdı. Bu başqa cürdə ola bilməzdi. Mən bir də onu görmədim. Saatda 60 mildən artıq sürətlə şütüyən Lincoln beton səthdə çırpılmışdı. Dick Gage yerindəcə keçinmişdi. Onun sifətində çoxsaylı cırmaq yerləri aşkarlandı. Helston susurdu. Öz iradəsindən asılı olmayaraq xəyali artıq növbəti dəhşət səhnəsinin cizgilərini çəkməyə başlamışdı. Sobada alışıb yanan odunun çatıltısını və onun dizlərinin üstündə ləzzətlə mürgüləyən pişiyin xorultusunu nəzərə almasaq, otaqda tam sakitlik idi. Bu mənzərənin nəyi Edgar Geston'un poemasında əla illüstriya deyildi. Sobanın gür işığı və diz üstə mürgüləyən pişik. Ah, bu gözəl süstlük. Amma xəyal gözlərinin önündən çəkilmirdi. Dick Gage Lincoln'dan icazə verilən saatda təxminən 5 mil artıq sürətlə Milforddakı döngəyə yaxınlaşır. Onun yanındakı oturacağın üstündə həmin o qorxunc səbət var. Dick diqqətlə yola baxır. Yavaşı gedən maşınlardan qorunur. Özündən qabaqda gedən köhnə yük maşınını ötüb keçir. Diqqəti yolda olduğundan uzun illər boyu şəhər ətrafı gəzintilər zamanı götürdüyü səbətin çubuqlarının yavaş-yavaş aralandığını və çubuqlarının arasından çıxan ağ-qara pişik başını görmür. Hə, görünür elə həmin anda o iri yük maşınını ötəndə pişik onun üstünə tullanaraq iti dırnaqları ilə üz-gözünü cırmaqlamağa başlayıb. Dəhşətli pəncələr onun gözlərinə doğru uzanır ki, onları yaralasın, yerindən çıxarsın, sahibini kör etsin. Saatda 60 mil. Lincoln'un motorunun möhkəm gurultusu və iti dırnaqlı caynaq burnuna işləyərək dözülməz dəhşətli ağrı yaradır. Lincoln sola yaxınlaşan yük maşınına tərəf çıxmağa başlayır. Maşının sürücüsü dəhşət içində əlini siqnala basır. Ətrafı tükürpədici siqnal səsi bürüyür. Pişik qorxunc səslə bağırdığından Dick heç nə eşitmir. Bu vəhşi, iri qara tüklü hörümçək kimi bütün bədəni ilə Dickin sifətinə yayxanır. Qulaqları başına qısılıb, yaşıl gözləri cəhənnəm işıqları kimi yanır. Azacıq açıq qalmış ağzından ətrafa selik səpilir. Güclü arxa ayaqları titrəyərək qocanın yumşaq boynundan ətinə işləyir. Maşın sürətlə sola çıxır. Geyc isə nəinki görmür. Həm də çox güman ki, heç başa da düşmür ki, irəlidə körpünün bardürü var.
Pişik tullanır. Lincoln isə işıqsasan qara mərmi kimi betona dəyir. Sükan onun sinəsinə yapışır. Sıxıb yastıladır. Helston udqundu. Bu zaman boğazından anlaşılmaz bir səs çıxdı. Pişik necə? Qayıtdı mı? O mızıldandı. Droqan başına hərəkəti ilə hə cavabı verdi. Bir həftədən sonra, daha dəqiq desək, Dik Geyci dəfn etdiyimiz gün qayıdıb gəldi. O avtomobil qəzasından sağ çıxdı. Saatda 60 mil sürətlə gedərkən aşan maşından sağ çıxdı. Buna inanmaq çətindir. Deyilənə görə onların hər birinin 9 canı var. Bax elə onda başa düşdüm ki, bu cəhənnəm pişiyidir. Nəsə, şeytan kimi bir şeydir göndərilib ki, siz cəzalandırsın. Bilmirəm, amma mən bundan qorxuram. Mən ona yemək verirəm. Daha doğrusu qulluqçu qadın ona yemək verir. Onun bu pişikdən xoşu gəlmir. Deyir ki, pişiklərin sifətindən əsl lənət yağır. Allahın göndərdiyi lənət. Qoca gülümsəməyə cəhd etdi. Ancaq bu alınmadı. İstəyirəm ki, onu siz öldürəsiniz. Qoca dedi. Artıq 4 aydır ki, mən onunla bir yerdə yaşayıram. O qaranlıqda oğlun yaxınlaşıb və mənə tərəf baxır. Mənə elə gəlir ki, o məqam gözləyir. Xeyli düşünüb daşınandan sonra mən Solam Lojiyə əlaqə yaratdım və o mənə sizi məsləhət gördü. Hətta sizi belə bir təhər adlandırırdı. Tənha. Başqa sözlə məni tək işləməyə xoşlayıram. Hə, dedi ki, Helston heç zaman ələ keçməyib. Heç ondan şübhələnən də olmayıb. O həmişə ehtiyatlıdır. Pişik kimi. Helston təkərli kresloda oturmuş qocaya baxdı. Gözlənilmədən onun uzun əzələli barmaqları əsəbi halda pişiyin beyninə sürtündü. Yox, Droqan ucadan dedi. O ara verə-verə nəfəs alırdı. Onun batıq ovurduları qızarmışdı. Yox, burada yox, aparın onu. Helston kədərlə gülümsündü. O aramla yatan pişiyin başına və kürəyinə zərif sığal çəkməyə başladı. Yaxşı, dedi. Mən bu müqaviləni qəbul edirəm. Sizə onun cəmdəyini gətirmək lazımdırmı? Allah xatirinə, yox. Qoca iyrənirmiş kimi qışqırdı. Öldürün onu, onu bastırın. Qoca biraz sustu. Sonra kəskin hərəkətlə kreslonu Helston tərəfə çevirdi. Mənə yalnız onun quyruğu lazımdır, o dedi. Mən onu ocağa tullamaq, onun necə yandığına baxmaq istəyirəm. Helstonun Mustangı 1972-ci il modeli idi. Onun üstünə Studebakerlərin 56-cı buraxılışından birinin motoru qoyulmuşdu. Maşın başdan ayağa yamaq içində idi. Tüstü borusu isə 20 dərəcədə bucaq altında yerə əyilmişdi. O özü maşının diferensialını və arxa asmasını yenidən quraşdırılmış maşının kuzovunu isə başqa modellərdən əlinə keçən detallarla təchiz etmişdi. O Droqanın evindən təxminən saat onun yarısında çıxdı. Noyabr axşamlarında xas adda-budda buludlar arasından soyuq ay görünürdü. Maşının bütün şüşələri açıq idi. Çünki ona elə gəlirdi ki, o evdəki zəiflik və qorxu havası onun bütün paltarına hopub. Bu isə Helstonun heç də xoşuna gəlmədi. Soyuq ucu neştər kimi itilənmiş bıçaq tək kəsirdi. Amma bütün bunlara baxmayaraq adama ləzzət verirdi. Həm də murdar qoxu bu şaxtadan əriyib yox oldu. Helston Players Glen'in yanında əsas şosedən vurularaq bütün yol təhlükəsizliyini tək bir svetoforun həyata keçirdiyi kimsəsiz şəhərə gəldi. Ancaq saatda 35 mil sürət rejimini pozmadı. Şəhərdən çıxandan və 35 saylı şoseyə çatandan sonra Mustangının sürətini bir qədər də artırdı. Studebaker motoru çox rahat işləyirdi və onun səsi bir saat əvvəl qocanın evində Helstonun dizləri üstündə mürgüləyən pişiyin səsini oxşayırdı. O özünün bu bənzətməsinə gülümsədi. Qar basmış, arabir gözə dəyən qarıqdalı gövdələrinin tökülüb qaldığı noyabr çöllüyündə o maşınının sürətini saatda 70 milə qaldırdı. Pişik təsərrüfat çantasına qoyulmuşdu. Çanta daha möhkəm olsun deyə divarları 2 qat idi. O üst tərəfdən qalın kəndirlə möhkəmcə bağlanmışdı. Çanta arxa oturacaqda idi. Helston pişiyi çantaya qoyanda da indi yol gedərkən də o sakit-sakit yönəlməkdə idi.
Ola bilsin Helstonun xoşuna gəldiyini başa düşmüşdü və ona görə də özünü çox rahat hiss edirdi. Onların hər ikisi tənha idilər. Qəribə tanışlığıdır. Helston fikirləşdi və gözlənilmədən bu sifarişi qəbul etdiyinə təəccübləndi. Bəlkə də bütün bu məsələdə ən təəccüblü şey ondan ibarət idi ki, pişik doğrudan da onun xoşuna gəlirdi. O özü ilə pişik arasında hansısa bir yaxınlıq hiss edirdi. Bir halda ki, pişik həmin o 3 qoca zəhər tuluğundan xilas ola bilib, deməli o elə zəif deyil. Xüsusən də Milfordda biz-biz gülümsəyən və onu mikrodalğalı soba boyda miniatür qaz kamerasına soxmaqdan alacağı ləzzət barədə düşünərək veterinara aparan Gage. Helston öz müqaviləsindən imtina etmək fikrində deyildi. Ancaq buna baxmayaraq doğrudan da pişiyə qarşı içində bir məhəbbət yaranmışdı. Bu məhəbbətə baxmayaraq o pişiyi öldürərkən tələb olunan etik qaydaları gözləyəcək, pişiyi peşəkarcasına və əzab vermədən öldürəcək. Maşını qar basmış hansısa sahənin kənarında saxlayacaq, pişiyi çantadan çıxaracaq, boynunu qıracaq, sonra qocaya göstərmək üçün onun quyruğunu kəsib gətirəcək. Sonra isə pişiyi zibil yığanların və ya hansısa avaranın əlinə keçməsin deyə onu dəfn edəcək. O məhz bütün bunları götür-qoy edərkən pişik düz onun qarşısında cihazlar bərkidilmiş taxtanın üstündə peyda oldu. Onun ağ-qara sifəti Helstona tuşlanmışdı. Ağzı isə onun fikrincə yırtıcı təbəssümlə azacıq açılmışdı. Lənət şeytana! Helston özündən asılı olmadığını hisslə sağ tərəfə baxdı. Çantanın 2 qat divarında xırda bir deşik var idi. O yenidən irəli baxdı və elə bu andaca pişik pəncəsini qaldıraraq onun bir üzünə bir şillə ilişdirdi. Helston cəld hərəkətlə başını arxaya atdı və Mustangın təkərlərinin necə ciyildədiyini eşitdi. Maşın şosedəki 2 qat zolaqdan o biri tərəfə keçdi. Sonra harasa arxaya hərəkət etdi. Pişik cihazlar bərkidilmiş lövhənin üstündə oturmağı da davam edirdi. O var gücü ilə pişiyə bir zərbə indirdi. Heyvan fısıldasa da yerindən tərpənmirdi. Helston daha bir zərbə vurdu, ancaq pişik kənara sıçramaq əvəzinə düz onun üstünə tullandı. Gage, o fikirləşdi. Əsl Gage'in başına gələnlərə oxşayır. Əyləci bastı. Pişik onun başında oturmuşdu. Özünü saxlamaq üçün caynaqlarına Helstonun başına daha çox batırmağa çalışırdı. Onun tüklü qarnı Helstonun yolu görməyə imkan vermirdi. O isə ağrıya fikir vermədən sükanı əlində saxlamaqda davam edirdi. O pişiyə daha bir zərbə indirdi. İkinci, üçüncü zərbə və bu an özünün aldığı güclü zərbədən gözlənilmədən irəliyə doğru hərəkətləndi. Təhlükəsizlik kəmərləri tarıma çəkildi. Cəhənnəmi xatırladan ağrıdan qeyri-insani, vəhşiyanə səs çıxaran qadın onun beyninə sonuncu həkk olan bu oldu. Amma buna baxmayaraq daha bir zərbə üçün özündə güc tapa bildi. Lakin bu zərbə deyildi. Möhkəm əzələli pişik üçün bu yalnız sığal idi. Sonra isə o huşunu itirdi. Ay batırdı. Hava təxminən 1 saatdan sonra işıqlanacaqdı. Arxası üstə çevrilmiş Mustang alçaq kol basmış yarğanına düşmüşdü. Maşının radiatoruna tikanlı məftil qırıqları dolaşmışdı. Maşının qabaq hissəsi bir yığın metal tullantısına çevrilmişdi. Helston yavaş-yavaş özünə gəlməyə başladı. O gözünü açıb, özünə gələrkən ilk gördüyü dizləri üstündə oturmuş pişik oldu. O sakit-sakit miyoldayır və ağ-qara sifətində parıldayan yaşıl gözləri ilə ona baxırdı. Helston öz ayaqlarını hiss etmirdi. O pişiyin başı üstündən irəli baxıb gördü ki, maşının qabağı tamamilə dağılıb. Mühərrikin arxa hissəsi isə salona girib və onun ayaqlarını xıncım-xıncım edib. Özü isə dəfn olunmuş kimi dəmir dömürün altında qalıb. Lap yanından elə bil onun özünün içindən rahat pişik mırıltısı gəlirdi. Sanki pişik ona gülürdü. Helston onun necə qalxdığını, bədənini yığaraq gərnəşdiyini gördü. Pişik birdən yağa batmış, dalğalanan parça kimi əsl yırtıcılara xas dəhşətli yüngüllüyü ilə tullanıb onun çiyninə düşdü. Helston onu çiynindən götürmək üçün əlini qaldırmağa cəhd etdi. Əl tərpənmədi. Belim, peşəkar həkim kimi fikirləşdi. Fəqərə sümüyüm qırılıb. Mən iflic olmuşam. Pişik düz onun qulağının dibində dəhşətli səslə miyoldayırdı. Və bu miyoltu göy gurultusunu xatırladırdı. Rədd ol! Helston qışqırdı. Onun səsi quru, hətta xırıltılı çıxırdı.
Pişik bir anlıq diqqət kəsildi. Sonra arxaya çəkildi. Gözlənilmədən onun caynaqları Helstonun sifətini cızdı. İndiyə qədər pişik onları işə salmamışdı. Dəhşətli ağrı ildırım kimi boğazına qədər gəlib çıxdı. Sifəti bir andaca qana boyandı. Ağrı. Deməli, hissiyatımı itirməmişəm. O başını sağa döndərməyə əmr etdi. Baş əmrə tabi oldu. Bir anlığa onun sifəti quru, yumaq xəz içərisindən itib batdı. Helston pişiyə qışqırdı. O, təəccüblü, incə səs çıxararaq oturacağın üstünə tullandı. Bu heyvan qulaqlarını qısaraq, əvvəlki kimi nifrətlə yanan baxışlarını ondan çəkmirdi. Hə, nədir? Bunu etməməliydin, hə? O xırıltılı səslə soruşdu. Pişik ağzını açaraq pıçıldadı. Bu qəribə, şizofrenik tərzdə ikiləşmiş sifətə baxan Helston, Droqanın nə üçün onu cəhənnəm pişiyi adlandırdığını başa düşdü. O, hər iki biləklərində və çiynində hiss olunan ağrıdan onun fikirləri qırıldı. Hissiyatı özünə qayıdır. Sancaq iynəsi bu imiş. Pişik caynaqlarını açaraq fışıltı ilə onun üstündə tullandı. Helston gözlərini yumub ağzını açdı. O pişiyin qarnını dişləmək istədi, ancaq ağzına bir çəngə tük gəldi. Caynaqlar onun qulaqlarından yapışaraq var gücü ilə onlara batmağa başladı. Dəhşətli dözülməz ağrı. Helston əlini qaldırmağa cəhd etdi. Onlar azacıq tərpənsələr də əvvəlki tək dizlərdən yuxarı qalxmadı. O qanrılıb gözünə sabun düşən adamlar kimi başını bulamağa başladı. Pişik mırıldayıb fısıldayır, onu buraxmırdı. Helston qanın yavaş-yavaş yanaqlarının boyu necə axdığını hiss etdi. Qulaqları od tutub yanır, dəhşətli ağrı verirdi. O başını arxaya atdı və dərhal da dəhşətlə qışqırdı. Görünür qəza zamanı boyu nəzərlərini əzmişdi və indi bu əziklər özünü göstərirdi. Amma pişiyi öz sifətindən kənarlaşdıra bilmişdi. Arxa oturacaq üstünə düşən şapıltını eşitmişdi. Qan axıb onun bir gözünə tökülürdü. O yenidən əlini tərpətməyə, heç olmasa gözünə tökülən qanı silməyə cəhd etdi. Əlləri dizinin üstündən azacıq tərpənsə də, əvvəlki tək yerindən qalxmadı. O qoltuğunun altındakı 45 kalibrli xüsusi tapancasını yadına saldı. Əlim tapancaya çatsa, xor-xor pişik, sənin o 9 canından xatirə də qalmayacaq. Əllərində yenidən ağrı hiss etdi. Bu dəfə biraz güclü. Mühərrikin xıncımladığı sıxılmış oynaqlarında kəskin ağrılar. Yanbızlarında yüngülvari gizilti əmələ gəlmişdi. Elə bir yatdığı yerdə ayaqları keyinmişdi. Və indi bir neçə addım atandan sonra keyi açılmağa başlayırdı. Bu onun bel sümüyünün salamat olduğu və canlı meyit kimi ömrünün qalan hissəsini əl arabasında keçirməyəcəyini başa düşmək üçün kifayət etdi. Bəlkə mənim özümün də ehtiyatda bir neçə ömrüm qalıb. İndi bu pişiyin məsələsi həll olunmalıdır. Ən başlıcası budur. Sonra isə bu xarabalıqdan çıxmaq lazımdır. Bəlkə kiminsə yolu buradan düşdü. Ona görə də o indi hər iki problemi həll etməli idi. Təbii ki, bu boş yolla kiminsə gəzməyə çıxması az ağla batan idi. Özü də səhər saat 5-in yarısında. Amma hər halda şans var idi. Və bəs pişik arxada nə edir? O pişin onun sifətində gəzişməsini heç istəmirdi. Ancaq onun arxasında görünməz yerdə olması da ürəyindən deyildi. Helston arxaya nəzər salmaq üçün maşının güzgüsünə baxmaq istədi. Ancaq bir şey alınmadı. Zərbədən güzgü yana əyilmişdi və orada yalnız səyahətinin bitdiyi yarğanı görə bildi. Arxadan nə eləsə cırılan möhkəm parçanın çıxardığı səsə bənzər səs gəlirdi. Cırıltı. Cəhənnəm pişiyi buradaymış. Orada yatmaq istəyir. Lap elə deyək ki, belə deyil. Əgər o orada marta uzanıb kimisə öldürmək barədə düşünürsə, o mənə nə eləyə bilər? Çəkisi 2 kilo yarımdan artıq deyil. Tezliklə o əlini tapancasına aparmaq üçün özündə təpər tapacaq. O buna əmin idi. Helston oturub gözləyirdi. Hissiyatı artıq fasiləsiz olaraq sancaq kimi sancan ağrıların vasitəsilə qayıtmaqda olduğunu bildirirdi. Əlbəttə bu absurd idi. Bəlkə də bu onun ölümlə yaxın təmasın nəticəsində baş vermişdi. Ancaq qəfildən bir dəqiqə və ya təxminən buna yaxın vaxt ərzində o güclü ereksiya hiss etdi. Uzaqda, şərqdə yaxınlaşmaqda olan alatoranın əlamətləri görsənirdi. Hardansa quş səsi gəldi.
Helston yenidən əlləri ilə hərəkət etmək istədi. Ancaq onları yalnız düyümün hansısa hissəsi qədər qaldıra bildi. Sonra əlləri yenidən dizləri üstünə düşdü. Hələ yox, amma tezliklə. Qonşu oturacağın arxalığına dəyən zəif zərbə səsi eşidildi. Helston çevrilərək maşının alatoran kabinəsində iri, qara bəbərləri parıldayan ağ-qara sifətə baxdı. Helston onunla söhbət etmək istədi. Hələ elə bir hal olmayıb ki, mən sifarişi yerinə yetirməyim, o dedi. Bu pişik ciyəz birinci ola bilərdi, amma tezliklə mənim əllərim yenidən hərəkətə gələcək. 5, ən çox 10 dəqiqə mənim məsləhətimi eşitmək istəyirsən, tullan pəncərədən. Bütün şüşələr açıqdır, cəhənnəm ol. Gedərkən quyruğunu da özünlə apar. Pişik gözünü qırpmadan ona baxırdı. Helston bir də öz əllərini yoxladı. Onlar əməlli başlı titrəsələr də azacıq qalxdılar. 1 santimetr yarım. O əllərini yenidən dizlərinin üstünə düşməsinə mane olmadı. Mustangın yumşaq oturacağı üstünə düşüb qalmış bu əllər alatoran kabinədə ağarırdılar. Pişik onun üzünə baxaraq həzlə gülümsəyirdi. Pişik birdən-birə gərildi. Helston onun nə etmək istədiyini bildiyindən o tullanmamış var gücü ilə qışqırmaq üçün ağzını açdı. Pişik düz onun qıçlarının arasına hücum etdi. Onun caynaqları yenidən Helstonun bədəninə işlədi. Bu an Helston doğrudan da iflic olmasını arzulayırdı. Ağrı dəhşətli idi. Adamın nəfəsini kəsirdi. O heç təsəvvür belə etmirdi ki, dünyada belə ağrılar var. İndi pişik onun yumşaq yerindən yapışmış, fışıldayan sıxılmış qəzəb yayına bənzəyirdi. Helston doğrudan da ağzını geniş açaraq fəryad qoparırdı. Pişik gözlənilmədən fikrini dəyişib güllə kimi onun sifətinə tullandı. Və bu an Helston başa düşdü ki, qarşısındakı belə adi pişik yox, sadəcə öldürmək həvəsi ilə alışıb yanan murdar bir varlıqdır. O, bu ağ-qara qatilin son baxışlarına diqqət yetirdi. Onun sanki başına yapışdırılmış kimi qısılmış qulaqlarına nəhəng dəlicəsinə nifrətlə dolu gözlərindəki sevinci gördü. O artıq 3 qocadan canını qurtarmışdı. İndi isə onun, John Helston'un növbəsi idi. Pişik sürətlə uçan mərmi kimi onun ağzına dəydi. Helston az qaldı boğulsun. Mədəsi yumaq kimi büzüşdü və o qusdu. Qusarkən qabaq şüşəni elə bir hala saldı ki, artıq möhtəviyyət dolu kütlənin o üzündən heç nə görünmürdü. Helston öskürməyə başladı. İndi artıq o özü pişik sayağı yay kimi yığılıb iflicin qalıqlarından qurtulmaq istədi. O pişiyi tutmaq üçün cəld əlini qaldırdı. Qarışmaqda olan ağlına, qəddarlığına görə elə bir qəribə fikir gəldi ki, o hətta ilk baxışda bunu dərk etmədi. Əlləri isə yalnız bu cəhənnəm bədheybətinin quyruğundan yapışmağa macal tapdı. Necə oldusa pişik bütün bədənini onun ağzına dürtə bildi. İndi onun ağ-qara sifəti Helstonun hardasa boğazında özünə yol açmaqdaydı. Helston dəhşət içində xırıltılı səslə qırıq-qırıq qışqırırdı. Onun boğazı şişib titrəyir, sanki bu amansız canlı ölümün içəri soxulmasına mane olmaq istəyirdi. Onun bədəni dartıldı bir dəfə. Sonra yenə də ovuzları düymləndi. Sonra yavaş-yavaş ölgün-ölgün açıldı. Gözləri qəribə təsadüfi gülüşlə parıldadı və elə həmin andaca şüşəyə çevrildi. Adama elə gəlirdi ki, Helston nəzərlərini qusuntudan üzü tutulmuş qabaq şüşədən harasa uzaqlara səhərin açıldığı yerə tuşlayıb. 5 santimetrlik yumşaq ağ-qara quyruq Helstonun cırılmış ağzından asılı qalmışdı. Sonra o da yox oldu. Yenə də hardansa quş səsi gəldi. Tezliklə Connecticutun kənd gölləri səhər şəfəqinin zərif və susqun şəfəqlərinə boyanmağa başladı. Fermerin adı Will Ross idi. O Placers Glenə gedirdi. Burada öz traktorunun ayrıcı valını dəyişmək fikrində idi. Səhər şəfəqinin parlaq işığında o yolun qırağında nəsə iri bir əşya gördü. Bunun nə olduğunu bilmədiyi üçün bir qədər də yaxına gəldi və yol qırağındakı kanalda səfeh bir vəziyyətə düşüb qalmış Mustangı gördü. Maşının radiatoruna tikanlı məftil parçaları ilişmişdi və onlar qırıq-qırıq olmuş yumağı xatırladırdı. O aşağı enməyə başladı və birdən yerə mıxlanmış kimi donub qaldı. Müqəddəs Musa, özün qoru və kömək ol.
Sükan arxasında oturan adamın sifəti qanın içində idi. Şüşəyə dönmüş göz bəbəkləri harasa əbədiyyətə baxırdı. Sinəsini ikiyə bölən təhlükəsizlik kəməri daha çox tapanca qoburunun bədənə işləmiş qarşına bənzirdi. Qapı əməlli başda əyilsə də, Roz kəlli yapışıb onu açmağa müvəffəq oldu. Qapı sanki etiraz edirmiş kimi cırıldadı. O kişinin əynindəki idman plaşının cibindən hansısa sənəd tapmaq ümidi ilə aşağı əyilərək kəməri açdı. Artıq əlini plaşa uzatmışdı ki, birdən kəmərin tokkasının düz üstündə meyidin köynəyinin cırıldığını və həmin yerdə hansısa şişin yarandığını gördü. Həmin andaca nəfis qızıl güllər kimi köynəyin üstündə qan ləkələri görünməyə başladı. Lənət şeytana, bu nədir? Deyə Roz qışqırdı. O biraz da aşağı əyildi və köynəyin ətəyindən yapışaraq onu dartıb şalvarın altından çıxardı. Will Roz baxdı və dəhşətlə bağırdı. Helstonun düz göz bəbəyinin üstündə deşik açılmışdı və bu deşikdən qana bulaşmış ağ-qara pişik başı görünürdü. Onun iri gözləri qəzəblə Will'ə baxırdı. Roz qışqıraraq üzünü əli ilə örtdü və geriyə sıçradı. Bomboş qarğıdalı sahəsində özünə yem axtaran yüzlərlə qarğa çığırtılarla göyə qalxdı. Pişik bayıra çıxdı və həyasız yorğunluqla gərnəşdi. Sonra o maşının açıq pəncərəsindən bayıra tullandı. Roz əlini yavaş-yavaş aşağı salaraq onun arxasınca baxırdı. O donmuş otların üstündən tullana-tullana uzaqlaşaraq gözdən itdi. Elə bil onun hələ də hansısa yarımçıq işləri qalmışdı.